Tədbir öncə dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra rəsmi olaraq turnir açıq elan olunub. Turnirdə Cəlilabad, Biləsuvar, Masallı və Neftçala rayonlarından olan 54 idmançı 9 çəki dərəcəsi üzrə bacarıqlarını sınayıb. Respublika miqyaslı yarışlara hazırlaşan məşqçilər də turnirin idmançıların peşəkar əsasda formalaşması baxımından olduqca əhəmiyyətli olduğunu bildiriblər. Yarış idman ruhu, dostluq və vətənpərvərlik dəyərləri əsasında keçib. Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri gənc idmançılarımıza üçrəngli bayrağımızı beynəlxalq turnirlərdə dalğalandırmağı arzu ediblər. Çıxış edən gənclər Təlim Tədris Sağlamlıq Mərkəzinin idman üzrə baş direktoru Tural Kərimli bildirib ki, yarışın məqsədi zona və respublika yarışında iştirak edəcək olan gənclər və İdman Təlim Tədris Sağlamlıq Mərkəzinin komanda sayını müəyyən etmək olub. Burada iştirak edən idmançılarımız zona çempionatı və respublika çempionatında iştirak edəcəklər. Bura qatılan şəhərlər arası 4 rayon şəhər iştirak edir. Həmçinin 9 çəki dərəcəsində idmançılar öz güclərini sınayacaqlar. Hər çəki üzrə də 6 idmançı, ümumilikdə isə 54 idmançı ilə yarış start götürülüb. Hər birinə uğurlar arzu edirəm. Uğur və nailiyyətləri hər daim olsun inşallah. Qeyd edək ki, turnirin baş hakimi, Respublika dərəcəli hakim Rafiq Kərimli, ring referisi Seylnur Babayev olub. Yarışda hər 9 çəki dərəcəsi üzrə ilk 3 yeri tutan idmançılar dövlət və ictimai qurumlar tərəfindən fəxri fərmanlar, medallar və dəyişik hədiyyələrlə təltif olunublar. Nəticələrə görə komanda hesabında üstünlük Cəlilabad komandasına məxsus olub. Rafiq Kərimlirin yetirmələri bütün rəqiblərini geridə qoyaraq birinci yerə sahib çıxıb və turnirin kubokuna layiq görülüb. Bakı şəhəri ikinci yer, Biləsuvar və Neftçala rayonları isə üçüncü yer tutub. Elvin Qudratov, İlqar Mustafayev, bugün informasiya proqramı üçün.